ABŞ-nin tanınmış araşdırma qurumu Consumer Reports 5-10 yaşlı ikinci əl avtomobillər arasında ən etibarlı markaları açıqlayıb. Yenavaz.com xəbər verir ki, tədqiqat nəticələrinə görə Yaponiya istehsalı olan avtomobil markaları bu sahədə dünya lideri olaraq qalır. Araşdırmaya əsasən Lexus markası ən az texniki problem yaşayan və uzunömürlüyü ilə seçilən avtomobil brendi olub. Lexusun ardınca Toyota və Mazda gəlir. Hər üç marka üçün illərdir həm yeni, həm də ikinci əl avtomobillərdə etibarlılıq göstəricilərinə görə ön sıralarda qərarlaşıb. 4-cü və 5-ci yerlərdə Honda və onun premium brendi Acura qərarlaşıb. Bununla da Yaponiya markaları siyahının ilk 5 pilləsini tam ələ keçirib. Avropa avtomobilləri arasında ən yüksək nəticəni Mercedes-Benz və BMW göstərib. Almaniya istehsalçıları texniki baxımdan mürəkkəb modellər istehsal etsələr də 5-10 yaş aralığında belə sabit performans və keyfiyyət qorunub saxlanılıb. Volvo isə Skandinaviya dəqiqliyini və təhlükəsizliyini etibarlılıq göstəriciləri ilə birləşdirərək 7-ci yerdə qərarlaşıb. Əvvəlki illərdə ilk onluqda yer alan Hyundai və Kia bu dəfə siyahının alt sıralarına düşüb. Consumer Reports qeyd edir ki, bəzi modellərdə elektron sistemlər və transmissiya problemləri səbəbindən bu markaların ümumi etibarlılıq balı azalıb. ABŞ istehsalçıları o cümlədən Cadillac, Chevrolet, Ford və Jeep siyahının ortasında və sonlarında yer alıb. Bu markalarda əsas problemlər arasında transmissiya nasazlıqları, mühərrik və elektron sistem xətaları qeyd olunub. Consumer Reports-un hesabatı ABŞ-də 2014-2019-cu illər arasında istehsal olunmuş 150 mindən çox avtomobilin faktiki nasazlıq məlumatları əsasında hazırlanıb. Qiymətləndirmə mühərrik, transmissiya, əyləc sistemi, sükan, elektronik hissələr və ümumi texniki davamlılıq göstəricilərinə görə aparılıb.